Bəstəkarın vəfatının birinci ildönüm ərəfəsində Üzeyir bəyin təşəbbüsü ilə Azərbaycan Mərkəzi İcra Komitəsinin 10 oktyabr 1933-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Konservatoriyasına Asəf Zeynallının adı verilmişdir. Üzeyir bəyin vəfatından sonra 1953-cü ildə dahi bəstəkarın adı Azərbaycan Dövlət Konservatoriyasına, Asəf Zeynallının adı isə Musiqi Texnikumuna verilir. Bugün Musiqi Kolleci kimi fəaliyyət göstərən bu təhsil ocağında tədris ənənələri yaşamaqla yeni nəsil muğam ifaçılarının yetişməsinə öz töhfəsini verməkdədir. Asəf Zeynallının adını daşıyanməkdə dəfələrlə yerin dəyişib, ancaq mahiyyətini dəyişməyib. Bu, öz mahiyyəti ilə, öz inkişaf yolu ilə bu gün də davam edir. Bu gün də bizim istedadlar var. Bu yaxın son muğam müsabiqələrimiz. Əgər bu məktəb olmasaydı Asəf Zeynal adına, Seyid Şüiski kimi bir böyük ustad burada dərs deməsəydi, muğamlarımız batıb gedə bilərdi.